Salam dəyərli izləyicilər, ilk olaraq təbrikim var. İzləyicilərimdən Gülər xanımın bugün nişan mərasimidir. Bu münasibətlə Gülər xanımı və Pərviz bəyi təbrik edirəm. Sevgi ilə birləşən əlləriniz və ürəkləriniz bir-birindən heç ayrılmasın. Birlikdə sevinç dolu, sevgi dolu günlər arzulayıram. Xoşbəxt olun. İndi isə keçək bugünkü menüyə. Bugün sizə çox dadlı, fərqli, təzəlikcə populyarlıq qazanmaya başlayan krafin hazırlayacağam. Dadı kruasanı, görünüşü isə mafini xatırladan bu şirniyyat ilk dəfə Amerikada kəşf olunub və artıq sürətlə bütün Avropada da tanınmaya başlayıb. Gəlin başlayaq. Əvvəl mayanı aktivləşdirirəm. Bunun üçün 1 çay qaşığı mayanın üzərinə 1 xörək qaşığı şəkər tozu və 140 ml ilıq su əlavə edirəm. Yaxşı qarışdırıram. Mayanın aktivləşməsi üçün 10-15 dəqiqəlik kənara qoyuram. 300 qram ələnmiş unun üzərinə yarım çay qaşığı duz və 1 xörək qaşığı şəkər tozu əlavə edib qarışdırıram. Əgər şirniyyatlarınızın havalı və yüngül alınmayını istəyirsinizsə, onda onu mütləq ələyin, hətta 2 dəfə ələyin. Maya da artıq aktivləşib, qarışdırıb unun üzərinə əlavə edirəm. Biraz əlimlə qarışdırıram. Sonra üzərinə 60 qram əridilmiş kərə yağı əlavə edirəm və xəmiri yoğururam. Xəmiri artıq bir yerə topladım, bərk xəmir alınmalıdır. Bərk xəmir olduğu üçün qabda yoğurmayı çətindir artıq. Taxtanın üzərinə qoyub yoğurmaya davam edirəm. Hardasa 1-15 dəqiqədə bu şəkildə yoğururam. Xəmiri yumrulayıb qaba qoyuram, üzərini streçlə örtürəm və dinlənməsi üçün 1 saatlıq isti bir yerə qoyuram. 1 saat keçdi, xəmirimiz artdı. Altı eyni hissəyə bölürəm. Hər birini kündələyirəm. Hazırladığım kündələri yenidən qaba yerləşdirirəm. Üzərini örtürəm və yarım saatda bu vəziyyətdə dinləndirirəm. Kündələr dinləndikdən sonra bir-bir götürüb uzunsoy formada yayıram. Lazım olmadıqca ondan istifadə etmirəm. Bacardığımız qədər nazik yayırıq. Belə bir qalınlıqda olmalıdır, təqribən 1 mm. Üzərinə ev şəraitində yaxşıca yumşalmış kərə yağı ilə yağlayıram. Xəmir çox yumşaq və kövrək olduğu üçün əllə edirəm. Şotka ilə də edə bilərsiniz. Və rulet kimi bükürəm. Biraz boş bükmək lazımdır, çox sıx bükməyin.
Bükdükdən sonra biraz bu şəkildə uzada da bilərsiniz. Çox sıxmadan yavaşca. Hazır ruletləri podnosa düzüb üzərini örtürəm və digər kündələri də bu şəkildə hazırlayıram. Keks və muffinlər üçün nəzərdə tutulmuş formanın içərisini yağlayıram. Sonra ilk hazırladığım ruletdən başlayaraq hamısını bu şəkildə bir-bir ortadan kəsirəm. Bıçaq çox iti olmalıdır ki, kəsən zaman içindəki qatlar bir-birinə yapışmasın. Sonra bu şəkildə bükürəm. Qatları üstə olmalıdır. Ucunu isə alta doğru verirəm. Və yağlanmış formaya düzürəm. Birini də göstərim. Qatlar üstə qalmalıdır ki, bişən zaman gözəl görsənsin. Hazırladığım krafinlərin üzərini örtürəm və köpük batması üçün bir 40 dəqiqə dinləndirirəm. Digər 6 krafini də bu şəkildə hazırlayıram. 40 dəqiqə keçdi, krafinlər artdı. İndi onları əvvəlcədən qızdırdığım 190 dərəcəli sobada 25-30 dəqiqə ərzində hər tərəfi yaxşı qızarana kimi bişirirəm. Əgər sizin sobanız üzərini tez qızardarsa, o zaman qızarmaya başlayan kimi üzərini folqa ilə örtün ki, yanmasın. Krafinlərimiz də artıq bişdilər. Gördüyünüz kimi hər tərəfi eyni qaydada qızarıb. Çox yüngüldülər. Əldə heç hiss olunmurlar. Formadan çıxarıb soymaya qoyuram. Krafinlərin özəlliyi ondadır ki, eyni şəkildə bükülməyinə baxmayaraq bişdikdən sonra hərəsi özünə məxsus görünüş alır, forma alır. Krafinlər soyduqdan sonra içlərini belə bir nazik ucu olan nasatka vasitəsilə şokolad pastası Nutella ilə doldururam. Nasatka yoxdursa, bıçaqla içərisini biraz ovub, çay qaşığı ilə də doldura bilərsiniz. İçərisinə ancaq şokolad pastası ilə deyil, cem ilə, krem ilə də doldura bilərsiniz. Və ya heç nəsiz sadə də saxlaya bilərsiniz. İçlərini doldurduqdan sonra şəkər pudrası səpib süfrəyə verirəm. Krafinlər hazırdır, süfrəyə verildi. Çox dadlıdır, əsasən də səhər nahar süfrəsi üçün ideal variantdır. Siz də hazırlayın, ümid edirəm ki, bəyənəcəksiniz. Nuş olsun. Videonu bəyəndinizsə like edib komment yazmayı, əgər hələ də kanalıma abunə deyilsinizsə abunə olmayı və videolarımı yaxınlarınızla bölüşməyi unutmayın.